Herkese salam, yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizinlə 6-cı günün idiomatik ifadəsini öyrənirik. Jemanden über die Achsel ansehen. Jemanden über die Achsel ansehen. Alman dilində gündəlik danışıq dilində işlənən bir idiomatik ifadədir. Azərbaycan dilinə aşağıdakı kimi tərcümə olunur. Kimsəyə yuxarıdan aşağı baxmaq, kiçiltmək, adam yerinə qoymamaq və yaxud hörmətsiz yanaşmaq kimi. Birinci nümunəyə baxaq. Seitdem befördert wurde, sieht seine Kollegen über die Achsel an. Vəzifəyə qalxdığından bəri həmkarlarına yuxarıdan aşağı baxır. Yuxarıdan aşağı baxmaq, über die Achsel ansehen. İkinci nümunə, lass dich von ihm nicht über die Achsel ansehen. Qoyma ki, o sənə hörmətsiz yanaşsın. Hörmətsiz yanaşmaq, über die Achsel ansehen. Bugünlük bu qədər. Hər kəsə təşəkkürlər.